Salam əməkdaşlarım, davam edirik Dolça Bürcü ilə. Mart ayında maddi mövzular, öz dəyərini dərk etmə, münasibətlərdə aydınlaşma ayıdır. Ayın əvvəlində pul, güvən, ayın sonunda isə ünsiyyət və hərəkət aktivləşir. Bilirsiniz ki, Merkurinin geri hərəkəti dolçalara, balıqlara, qız bürclərinə çox təsir edir. Ayın əvvəlində pul, güvən, ayın sonunda isə ünsiyyət və hərəkət aktivləşir. 1-2 mart üçün dəyişiklik ayıdır dediyim kimi. Bax, enerjiya uyğun kart. Pul və xərclərlə bağlı düşüncələriniz var. Haraya çox verirəm, sualı, öz dəyərini sorğulama var. Burada tam dəyişikliyə hazır bir mərhələdəsiz. Tələsik heç bir şeyi alış-veriş etməyin. Bu 1-2 mart ərəfəsində sizin üçün hər şey, yəni ki, olduğu kimi qalmayacaq. Dəyişim ayıdır. Ona odaqlanın. 3 mart dolunayı. Ortaq pul, borc, kredit, aliment mövzularında aydınlaşmadır. Burada gizli maddi məsələlər varsa da safca üzə çıxır. Psixoloji yüngülləşmə, bu dolunay səni artıq yüklərdən azad edilir. 4-18 mart. Gəlir, qazanc planları ön plana çıxır. Hər şeyi, yarımçıq qalan hər nə varsa həyatınızda onu tamamlamaq istəyi var. Yeni gəlir yolu haqqında düşünürsünüz, fikirlərinizi tamamlamaq istəyirsiniz. Yaxın çevrədən xəbər, təklif varsa, onunla bağlı tam qəti qərar verib fikir bildirmək, tamamlamaq fikriniz var. Bu sənəd işləri də ola bilər ki, hansısa bir bilinməzlər vardısa, cavab gözləyirdinizsə, həmin o sənəd işlərində də diqqətli olun, tamamlamaq mümkündür. 19 mart yeni ayı. Şəxsi qazancda yeni başlanğıcdır sizin üçün. Kart amma göstərir ki, yeni iş, əlavə gəlir, layihə ilə bağlı çox gərgin, əsəbi, davadalaşlı bir aqressiya göstərməyin. Sizin əslində maddi sistemi qurma imkanınız var. 19 martdan sonra, yəni yeni aydan sonra pul enerjisi açılır. Yəni stressdən, davadalaşdan uzaq olun. 20 martdan sonra ünsiyyət hərəkət artır, yeni tanışlıq, qısa yol, görüşlər. Ayın sonu çox aktiv və sosial görünür sizin üçün və sürətli də gedir. Sevgi. 1-10 mart. Sevgidə güvən mövzusu ön plandadır. Qarşı tərəfin səmimiyyəti yoxlanılır. Yəni romantik bir dönəmdir sizin üçün. 3 mart dolunayı. Müdafiə fonundasınız sanki. Münasibətlərdə maddi, emosional paylaşım mövzusudur. Həqiqətlər üzə çıxır. Nələrsə müdafiə edirsiniz. Nəsə özünüzü qoruma instinkti var sizdə. 19 martdan sonra. 19 martdan sonra sizdə mövcud münasibətlərdə daha stabil mərhələdir. Yeni tanışlıq ehtimalı var. Amma biraz bu ürəklə bağlı addım olmayacaq. Amma burada maddi durum daha yəni ki, ön planda olacaq. Yəni məntiqlə verilən bir qərar ola bilər. Və yaxud da hər hansı bir münasibətiniz varsa daha ciddiyyətə keçəcək. Pulla bağlı baxaq. 9 mart. Hər şey hazırsan, gözlənilməz xərclər çıxsa da, bu hər şey sizin öz əlinizdədir. Siz bunun həllini tapa biləcəksiniz. Borc və ödəniş mövzuları sizdə 1-9 martda gündəmdədir. Amma kart sizə mesaj verir ki, bu sizin üçün sıxıntı olmayacaq. Hər şey sizin öz əlinizdədir. Həllini rahatlıqla tapacaqsınız. 10-18 mart. Hər şeyə, məsələlərə artıq başqa bir rakursdan baxırsınız və əlavə qazanc imkanları əldə edə bilərsiniz. Sanki özünüzü mühakimə edirsiniz. Hətta yeni gəlir imkanları da mümkündür. 22-30 mart. Bir dönəm, bir period sizin üçün bitir. Ruhən də sizin üçün transformasiya dövrü başlayır. Maddi rahatlama, qazanc, sabitləşmə dönəmidir. Dolçalar üçün mart ayına mesaj. Öz dəyərini bil. Mühakimə əsnasında bil ki, sən daha güclüsən. Və hər şey, yəni öz dəyərini bil, pul da gəlib səni tapacaq. Bu ay səni daha stabil, planlı eləyir. Bu qədər mənim əzizlərim.
Video sizə toxundusa, bəyənməyi və paylaşmağı unutmayın.